Salam əziz şagirdlər, necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Biz bugün sizinlə 20 dairəsində toplama və çıxmanın əlaqəsini öyrənəcəyik. Əgər hazırsınızsa, dərsimizə başlaya bilərik. Dərsdə öyrənəcəyik 20 dairəsində toplama və çıxmanın əlaqəsi, ədəd tərəzisi, tapşırıqlar. Lalə nənəsi ilə birlikdə hazırladığı peçenyeləri dostları ilə bölüşdü. Hər dostuna 8 peçenye düşdü. Lalə öyrənmək istəyir ki, əvvəlcə qabda neçə peçenye var idi? Əziz şagirdlər, gəlin Laləyə kömək edək. 20 dairəsində toplama və çıxmanın əlaqəsi. Əziz şagirdlər, bu ədəd doğrudur, 16-dır. Gəlin 16 ədədini 2 hissəyə ayıraq. 9 və 7-yə. Gördüyünüz kimi ədəd üçlüyə alındı. Ədəd üçlüyündə 16 tam ədəd sayılır. 9 və 7 isə onun hissələri sayılır. Ədəd üçlüyündə tam və onun hissələri toplama və çıxma əməlləri ilə əlaqəlidir. Baxaq. 9 üstəgəl 7 bərabərdir 16-ya. Toplananların yerini dəyişsək, cəm dəyişməyəcək. İndi isə gəlin 7 üstəgəl 9 bərabərdir 16 yazaq. Gəlin indi çıxma əməlinə baxaq. 16-dan 9-u çıxsaq 7 olacaq. Gəlin indi isə 16-dan 7-ni çıxaq. 16 çıx 7 bərabərdir 9. Gördüyünüz kimi ədəd üçlüyündə tam və onun hissələri toplama və çıxma əməlləri ilə əlaqəli oldu. 20 dairəsində toplama və çıxmanın əlaqəsi. Toplama və çıxmanın əlaqəsinə aid misallar yazın. Gəlin yazaq. 6 üstəgəl 9 bərabərdir 15. 6 üstəgəl 9 bərabərdir 15-ə. İndi isə gəlin toplananların yerini dəyişək. Yazaq. 9 üstəgəl 6 bərabərdir 15-ə. Gəlin çıxma əməli ilə əlaqəsini yazaq. 15 çıx 6 bərabər edir 9-a. İndi gəl 15-dən 9-u çıxaq. 15 çıx 9 bərabərdir 6-ya. Əhsən. Ədəd tərəzisi. Əziz şagirdlər, bu gördüyünüz ədəd tərəzisidir. Ədəd tərəzisində 2 qol, sol və sağ qollar. Əgər biz 2 qola da fikir versək, görərik ki, sağ qol nisbətən aşağıdadır. Bu deməkdir ki, buradakı kubların sayı daha çoxdur. Sol qoluna baxsaq, görərik ki, sol qol nisbətən yuxarıdadır. Bu da o deməkdir ki, buradakı kubların sayı nisbətən azdır. Gəlin baxaq, kubların sayı nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, tərəzinin sol gözündə 8 kubu var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Sağ gözündə isə 11 kub var. Tərəzi gözlərini bərabərləşdirmək üçün bir neçə kub götürmək və ya əlavə etmək olar. Əziz şagirdlər, gəlin biz tərəzinin sağ gözündən bir neçə kub götürək və elə edək ki, tərəzinin gözləri bərabərləşsin. Yəni, tərəzinin sol gözündə də 8 kub olsun, sağ gözündə də 8 kub olsun. Bunun üçün yazırıq. 8 bərabərdir. 11-dən neçə kub götürməliyik ki, qoy 8 olsun. 1, 2, 3. 11-dən 3 çıxsaq, 8 kub geridə qalacaq. Deməli, 3 kubu götürmək lazımdır.
Bu zaman tərəzimizin qolları bir-birinə bərabər olar. İndi isə gəlin bir neçə kub əlavə edək. Yəni tərəzinin sol gözünə neçə kub əlavə etsək, tərəzinin gözləri bərabərləşər. Yəni tərəzinin hər iki gözündə 11 kub olar. Bu zaman biz yazırıq. 8 üstəgəl neçə kub bərabər edər 11-ə? Sizə neçə kub? Bəli, 1, 2, 3. 8 üstəgəl 3 kub bərabər edəcək 11-ə. Bu zaman tərəzinin gözləri bərabərləşər. Ədəd tərəzisi. Boş xanalara uyğun ədədləri yazın. Əziz şagirdlər, tərəzinin bir gözündə 12 kub var. Digər gözündə isə 5 kub var. 12 kub 5 kubdan daha çox olduğu üçün tərəzinin sol gözü aşağıya doğru enib. Sizcə, tərəzinin gözlərini bərabərləşdirmək üçün 12 kubdan neçə kub götürməliyik ki, qoy 5 kub olsun? Bunu tapmaq üçün biz 12-dən 5-i çıxırıq. 12 çıx 5, 7 edir. Deməli, biz 12-dən 7 kubu götürsək, qalacaq 5 kub. Və 5 kub 5 kuba bərabər olacaq. Sizcə, bəs digər nümunədə? Sizcə, biz 5 kuba neçə kub əlavə etsək, kubların sayı 12 olacaq. Yəni, hər iki gözdə 12 kub olacaq. Bəli, bu zaman yenə də boşluğa 7 yazmalıyıq. Çünki biz 5 kubun yanına daha 7 kub da əlavə etsək, kubların sayı 12 olacaq. Bu zaman 12 ədədi 12 ədədinə yenə bərabər olacaq. Əziz şagirdlər, biz artıq mövzu ilə tanışıq. Elə isə gəlin Laləyə kömək edək. Deməli, Lalə peçenyeləri dostları arasında bərabər şəkildə böldüm. Hər dostuna 8 peçenye düşdü. Deməli, bir dostuna 8, digər dostuna da 8 peçenye düşür. Lalə öyrənmək istəyir ki, qabda əvvəlcə neçə peçenye var idi? Deməli, o nə etməlidir? 8 ilə 8-i toplamalıdır. Bəli, əziz şagirdlər, 8 üstəgəl 8 neçə edir? Bu elə bizdə 8-in 2 qatı edir. Neçədir? Əhsən sizə 16 edir. Deməli, qabda əvvəlcə 16 peçenye var idi. Yəni, tam ədəd 16-dır. 16 ədədi 2 hissəyə ayrılır. 8 və 8. Gəlin çıxma ilə də yoxlayaq. Tamdan, yəni 16-dan digər 8-i çıxırıq. Və bizdə cavab edir. 16 çıx 8 neçə edir? Bəli, elə 8 edəcək. Deməli, qabda həqiqətən də 16 peçenye var idi. Əhsən sizə. Tapşırıqlar. Tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kub götürmək və ya əlavə etmək lazımdır? Boş xanalara uyğun ədədləri yazın. Əziz şagirdlər, video fasilə verərək tapşırığı özünüz həll etməyə çalışın. Gəlin, indi isə tapşırığın həllinə birlikdə baxaq. Deməli, tərəzinin sol gözündə 9 kub var. Digər gözündə isə 15 kub var. Sizcə, mən tərəzinin sol gözünə neçə kub əlavə etməliyəm ki, tərəzinin hər iki gözündə 15 kub olsun? Bəli, bu zaman mən 15-dən 9-u çıxaraq
cavabı tapmalıyam. 15 çıx 9 6 edir. Deməli, mən 9 kubun üzərinə daha 6 kub əlavə etməliyəm ki, sol gözdə 15 kub olsun. Və bu zaman 15 kub 15 kuba bərabər olacaq. Keçək digərinə. Sizcə, mən sağ gözdən neçə kub götürməliyəm ki, sağ gözdə 9 kub qalsın və bu zaman 9 9-a bərabər olsun. Yenə də mən 15-dən 9-u çıxıram. 15 çıx 9 6 edir. Deməli, mən 15 kubdan 6 kub götürməliyəm ki, 9 kub qalsın. Və bu zaman 9 9-a bərabər olacaq. Əhsən sizə. Tapşırıqlar. Verilmiş ədədlərdən tam və onun hissələrini əmələ gətirən ədəd üçlüyünü müəyyən edin. Ədəd üçlüyünə istifadə edərək toplama və çıxmaya aid uyğun misalları yazın. Əziz şagirdlər, video fazilə verərək tapşırığı özünüz həll etməyə çalışın. Gəlin indi isə tapşırığın həllinə birlikdə baxaq. Deməli, biz əvvəlcə verilmiş ədədlərdən tam və onun hissələrini əmələ gətirən ədəd üçlüyünü tapmalıyıq. Burada 7, 8 verilib. Sizcə 10 ədədi verilmiş ədədlər üçün tam ədəd ola bilərmi? Xeyr, ola bilməz. Və sizcə 15 ədədi verilmiş ədədlər üçün tam ola bilərmi? Bəli, ola bilər. Və onun hissələri 7, 8 ola bilər. Sanki 15 ədədi 7 və 8 olmaqla 2 hissəyə ayrılıb. Gəlin buna aid toplama və çıxmaya aid nümunələrə baxaq. 7 üstəgəl 8 bərabərdir neçəyə? 15-ə. Toplananların yerini dəyişsək, cəm dəyişməyəcək. Yazırıq. 8 üstəgəl 7 bərabərdir 15-ə. İndi gəlin 15-dən 7-ni çıxaq. 15 çıx 7 bərabərdir 8-ə. Gəlin indi isə 15-dən 8-i çıxaq. 15 çıx 8 bərabərdir 7-yə. Gördüyünüz kimi biz ədəd üçlüyündən istifadə edərək toplamaya və çıxmaya aid uyğun misalları yazdıq. Keçək digər misala. Burada verilmiş ədədlərin içərisindən tam və onun hissələrini tapaq. 5, 9. Sizcə 12 ədədi verilmiş ədədlər üçün tam ola bilərmi? Ola bilməz. Bəs 14 ədədi? Bəli, 14 ədədi ola bilər. 14 ədədinin hissələrindən biri 5 ola bilər, digəri isə 9 ola bilər. Deməli, gəlin bu ədəd üçlüyünə uyğun toplama və çıxmaya aid misallar yazaq. 5 üstəgəl 9 bərabərdir 14-ə. Toplamanın yerini dəyişsək, cəm dəyişməyəcək. Yazırıq. 9 üstəgəl 5 bərabərdir 14-ə. İndi isə gəlin çıxmaya aid baxaq. 14-dən 5-i çıxırıq. 14 çıx 5 bərabər edəcək 9. Afərin sizlərə. İndi isə 14-dən nəyi çıxırıq? Bəli, 9-u çıxırıq. 14 çıx 9 bərabər edəcək 5. Əhsən sizə. Əziz şagirdlər, biz bugün sizinlə 20 dairəsində toplama və çıxmanın əlaqəsini, ədəd tərəzisini öyrəndik. Bu mövzularla bağlı bir sıra tapşırıqlara baxdıq. Ümid edirəm ki, dərs sizin üçün tam aydın oldu. Gələn dərslərdə görüşənədək.